Çünki nənəmə məxsus olan əşyalar, ona məxsus olan şəkillər, Cənab Prezidentin verdiyi mükafatlar, şərəf, şöhrət ordenləri, Mədəniyyət Nazirliyinin verdiyi fəxri fərmanlar, hər birini bu şəxs uğurlayaraq evi tərk etmişdi. Həmin şəxs öz xarici pasportunu masada unudaraq böyük iz buraxmışdı. Mərhum xalq artisti Roza Cəlilovanın dəyərli əşyalarının uğurlandığı iddia olunur. Bu iddia ilə sənətkarın nəvəsi Lalə Aslanova çıxış edib. Bildirilib ki, xalq artisti vəfat edən gün onun mənzilində ciddi qanunsuzluqlar baş verib. Lalə Aslanovanın sözlərinə görə nənəsinin bacısı qızı Yeganə Aslanova və onun qızı Leyla Seydəlizadə xalq artistinin öldüyü gün yaxın məsafədə yaşamalarından istifadə edərək dərhal mənzilə yollanıblar və onun dəyərli əşyalarını, bank kartlarını mənimsəyiblər. O iddia edir ki, polis əməkdaşları və təcili tibbi yardım briqadası mərhumun oğlunun olub-olmaması ilə maraqlanarkən Yeganə Aslanova onun oğlu olmadığını bildirib və Lalə Aslanovanın atası barədə nalayiq ifadələr işlədib. Nənəmin nəşini dərhal Təzəpir məscidinə apardılar. Daha sonra isə nəşi məsciddə qoyaraq yenidən evə qayıtdılar. Roza xanımın bütün fəxri fərmanlarını, şərəf və şöhrət ordenlərini, o cümlədən Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş, SSR dövrünə aid mükafatı və sənədləri, bank kartlarını, pul vəsaitlərini və digər dəyərli əşyaları götürərək mənzildən uzaqlaşıblar deyə Lalə Aslanova bildirib. Buradan səslənərək Azərbaycan Respublikasının xalq artisti, şərəf və şöhrət ordenləri Roza xanım Cəlilovanın nəşindən sui-istifadə edərək törətdiyi bu çirkin əməllərə, mənim atam Azərbaycan Respublikasının qazisinə illərdir atılan şər böhtanlara, ona və onun ailəsinə və xüsusilə 5 dövlət qurumuna etibarsız sənədlərlə qanunsuz aldadaraq törətdiyi bu əməllərə həmin